Salam əziz abituriyentlər. Bugün biraz uşaqların daha çox əziyyət çəkdiyi faizə aid məsələlərə baxacağıq. Faiz məsələləri düzdür, biraz hətta mənə görə də riyaziyyatın ən çətin bölməsi olmaz, amma çətin bölmələrdən birisidir və belə bir mövzulara baxacağıq. Yəni faizə aid məsələlər, bir neçə məsələyə baxmaq istəyirəm. Əvvəlcə faizi ədədə çevirmək istəyəndə 100-ə böləcəyik, ədədi isə faizə çevirmək istəyəndə 100-ə vuracaq. Məsəl üçün, deyir ki, 5 faizini ədədə çevirin. Bu ədəd kimi olacaq? 5 bölünsün, 5 bölünsün 100 olacaq. 5-i də 100-ə böləndə, baxın, 100-də 2 dənə 0 var. Nə qədər 0 varsa, vergül o qədər geri gedəcək. Məsələn, 5-i yazırıq. 1, 2 dəfə. 2 dəfə getdi. Daha sonra, məsələn, 5 ədəd olaraq verib desə ki, bunu faizə çevirin. Onda 100-ə vuracaq. 5 vurulsun 100, yəni 500 faiz. Daha sonra, bunlar asan yerlərdir. İndi çətin məsələlərə baxacağıq. Məsəl üçün, birinci məsələdə deyir ki, satıcı bir mal var imiş, onu 200 manatdan 180 manata endirmə saldı. Bizdən endirimin faizini soruşur. Bunu iki üsuldan eləmək olar. Birinci üsul nədir? Deyir ki, yəni 200 faizi, daha doğrusu 200 manat 100 faizdir ki, öz qiymətidir. 100 faizdirsə, 180 manada da x faiz olacaq. Çünki 180-nin neçə faiz olduğunu bilmirik. Ona görə biz bilmədiyimiz şeyləri x-lə, y-lə, z-lə, bütün istədiyimiz hərflərlə işarə eləyəcəyik. Bununla yenə çalım çarpaz vuracağıq. Belə. Yəni 200x bərabərdir 180 vurulsun, ya da birbaşa x-i tapaq. Birbaşa x-i tapanda 180 vurulsun, x yazmadım. 180 vurulsun 100 bölünsün 200. Bu sıfırlar gedəcək. 180 2-yə böləndə cavab 90 eləyir. Amma belə də bir şey var ki, biz 180-in neçə faiz olduğunu tapdıq. Amma bizdən soruşur ki, endirimin faizini istəyir. Yəni, endirim bunlar arasındakı fərqdir də. Onda belə eləyəcəyik. 100 ümumidirsə, 180, yəni 200-ün faizindən 180-in faizini çıxacaq. Yəni, 100-dən 90-ı çıxacaq. Cavabı tapmaq üçün. Yazacağıq ki, 100 çıxılsın 90. Bu da eləyəcək 10 faiz. Amma bizim ikinci üsulumuz da var. Yəni, ikinci yol da var. Bu yolu bilməsəniz, bilməmiş də ola bilərsiniz. İkinci yolumuz necədir? Yenə 200-dür və bunun 100 faizdir. 100 faiz. Və bu səfər biz 180-in faizini tapmayacaq. Birbaşa əgər cavabı tapmaq istəyirsə, yəni 100-dən 90-ı çıxmaq istəmiriksə, bizim ilk qiymətimiz necədir? 200 manatdır. İkinci qiymətimiz isə 180 manatdır. Bunlar arasındakı fərq, yəni endirimin qiyməti 20 manatdır. Ona görə biz birbaşa endirimin qiymətini, yəni endirimin faizini tapa bilərik. Aradakı endirim 20 manatdırsa, gəlin biz 20 manat neçə faizdir, onu tapaq, birbaşa cavabı tapmış olarıq. Onda da x eləyəcək. 100 vurulsun 20 bölünsün 200. Sıfırlar gedəcək. Cavab 10-dur. Yəni, çıxıb eləməyə və yaxud başqa bir şeyə heç ehtiyac yoxdur. Birbaşa cavab tapmış olduq. Üzrü sayın, biraz xəstəyəm. Ona görə səsim az gəlir. Daha sonra ikinci məsələyə baxacağıq. Deyir ki, əti bişirirlər də, qazanda qəşəng belə yemək hazırlayırlar və həmən ətin çəkisi bişəndə 45% çəki itirir. Bəs deyir, 60 kiloqram ətdən nə qədər, yəni ət alınır da, biz onu pişirəndə 45%-ni itirirsə, biz nə qədər ət ala bilərik 60 kiloqramdan? Biz onda belə yazacağıq. Baxın, bu ümumilikdə, yəni ət birbaşa, yəni ümumi faiz 100%-dir. Bunun 45%-ni itirir. İtirir, yəni çıxırıq da, itirmə, çıxma deməkdir. Geriyə qalır 55%. Bəs indi bu 55%-da 45-ini itirir, 55%-də deməli pişəndə özündə qalan çəkisidir.
Onda belə yazacağıq ki, 100-ə 55%. Bizdən də neçə kilo deyir? 60 kiloqram ətdən nə qədər alınar deyirsə, 60-a da x% deyəcəyik. Buradan da x-i tapaq. Bölünsün 100. Bunlar yox, bir dənə 0 gedir. Bunu 2-yə bölürük 3, 2-yə bölürük 5. 5-lər də gedir 11. Cavab 33. Deməli 60 kiloqramdan biz 33%, yəni ət ala bilərik. Bu da faizidir. Daha sonra növbəti məsələ, üçüncü məsələmiz. Bir dənə telefondur. Məsəl üçün, yəni 6500 manatda bir dənə qəşəng telefon, iPhone olsun məsəl üçün. 6500 manatda iPhone var imiş. Biz həmən bu iPhone-un qiymətində 40% artım edirlər. Yəni 6500 manat 40% artır. Yeni qiymət isə 20% azaldılacaq. Və bizdən nəticədə alınan istəyəcək, yəni yeni qiyməti, alınan qiyməti soruşur. Baxın, artım deyirsə toplayırıq, azaltmaq deyirsə çıxacaq. Nədən çıxacaq, nədən toplayacaq? 100-lə. Çünki ümumi qiymət həmişə 100-ə bərabərdir. Məsəl üçün deyir 40% artırsa 140 olacaq. Yəni 6500 40% artırsa biz 6500 götürüb 100-ə vurmayacaq və yaxud 40-a vurmayacaq. Bizə deyir ki 6500 40% artırılır. Ona görə 100 üstəgəl 40 olacaq, yəni 140-a vurub 100-ə böləcəyik. Bu sıfırlar da gedər. Bu da eləyəcək 9100. Daha sonra bunu da vuracağıq. Deyək ki, yeni qiymət. Bu bizim yeni qiymətimizdir. 6500 manat idi, sonradan oldu 9100 manat. Çox bahalandırıblar. Yeni qiyməti də 20% azaldırlar. Bu səfər götürüb 140-dan 20 falan çıxmırıq. Ümumi 100-dən çıxacaq 20-ni. 100-dən 20 çıxanda 80 verir. Yəni bunu 80-ə vurub 100-ə böləcəyik. Daha sonra bu sıfırlar da gedir. Cavab eləyir 7280. Yəni yeni qiymətimiz 7280 imiş. Bunu məncə birbaşa da tapa bilərdik. 40% artım 140-dır. 20% azaltma da 80-dir. Toplayıb bəlkə eləyə bilərdik. Yəni bu yol daha rahatdır məncə. Növbə-növbə gedin. Axırda daha dəqiq cavabı alacaqsınız. Daha sonra ədədin artıb azalma düsturu var. Bu nədir? 100p bölünsün 100 plus minus p. Baxır bizə misalda nə istəyir, ona görə plus minus deyirik. Məsəl üçün, deyir ki, ədədi 25% artırırlar. Əvvəlki ədədi almaq üçün neçə faiz azaltmaq lazımdır, deyir. Baxın, bizdə düsturda nə idi? 100 vur p. Bu p faizin özüdür. Yəni bu səfər artımda 125 yazacağıq, amma harda yazacağımıza baxar o da. Bizim p'miz 25-dir. Yerinə qoyacaq. Plus minusun nə olduğuna baxmaq istəyirsən, baxın artırdılar deyir. 25% artırdılar. Onu da deməli toplayacağıq. Artırırsa toplayırıq, endirirsə çıxacaq. Gəlin yerində 25 qoyaq, yazaq. 100 vur 25 bölünsün 100 plus 25. Sonra 100 vur 25 bölünsün 125. Bunlar ixtisar gedir 25-ə. Neçə eləyəcək? Burada olacaq 5 dəfə. Bunları da böləndə 20% alınacaq. Deməli, axır nəticədə cavab 20%-dir. Deməli, biz əvvəlki ədədi almaq üçün 20% azaltmalıyıq. Daha sonra bu səfərdə gəlin çıxmalı versiyasına baxaq. Məsəl üçün, deyir ki, nə isə hər hansı bir şeyi 60% ucuzlaşdırılır. Yəni 60% endirim olur. Aşağı düşür. Yeni qiyməti nə qədər artırsa artırmalıyam ki, əvvəlki qiyməti ala biləm. Bu səfər 25-in yerinə 60 qoyacaq. Baxın, burada amma deyir ki, 60% ucuzlaşır. Bu səfər çıxacaq, toplamayacaq. Artıran da toplayırıq, çıxanda, daha doğrusu azaldanda da çıxacaq. Bu səfər
Yazırıq 100 vurulsun 60. Artıq birbaşa yazacağım. 100-dən 60-ını çıxacağım bu səfər. O da eləyir 40. Daha sonra bu sıfırlar gedəcək. Yox, buradakı sıfırla getsin daha rahat böyük. 4 ilə 100 birbaşa getsin, 25 qalsın. 25. 25-i də 6-ya vuranda 150%. Deməli cavab 150% imiş. Digərində daha az alındı ama. Daha sonra biraz həndəsə məsələlərinə baxaq. Məsəl üçün deyir ki, kvadratın tərəfini 30% artırırlar. Bir dənə kvadratlı tərəfi A-da 30% artırırlar. Burada ücə rəqəmlə getməyəcək. 30% artırırlar, sahəsi deyir necə dəyişər. 30% artım dediyim kimi toplayacaq. 100 ilə, ümumi 100 ilə 30-u toplayacaq. Bu da eləyir 130% eləyir. Amma bizə sahəsi necə dəyişər deyə bizə rəqəm lazımdır. Ona görə 130% yazacağıq. Ədədə çevirəcəyik yəni 130-u böləcəyik 100-ə. Deməli 2 sıfır varsa 2 addım geri getir. 1 2 addım 1,30 eləyir və əgər sıfırdan, daha doğrusu vergüldən sonra 0 rəqəmi varsa, həmən 0 yazılmır. Yəni bu sıfırı yazmayacağıq. 1/3. Sahə də bildiyimiz üzrə a kvadratıdır. Yəni daha doğrusu kvadratda yəni a kvadratıdır. Hər şeydə bunu demək düzgün deyil. Yəni bütün figurlara a kvadratı deyə bilmərik. Sadəcə kvadratın sahəsi bu düsturlandır. Bizdə də a-mız neçədir? 1/3-dür. Yazacağıq 1/3-ün kvadratı. O da eləyəcək 1/169. Bunu tekrardan faizə çevirəcəyik. Yəni 169%. Əslində heç bunu ədədə çevirməyə də ehtiyac yox idi. Elə 130 yox, çevirməyə ehtiyac var imiş görürsüz. 130%-ın kvadratı nə boyda böyük bir ədəd alınacaq. Bizə də o qədər böyük olmaz. Səhv olunacaq. 169%. Bizdə də yəni 169% bir tam deyil. 1 ilə, yəni 0 ilə daha doğrusu 0 ilə 100 arası bir faiz alınmalıdır. Onda biz 169-dan 100 çıxacaq. Ümumi faizim. Yəni cavab 69. Və yaxud da nə tapsaq? Deyəlim ki 20% tapmışam. Yəni 20% tapmışam. Onda 100-dən 20-ni çıxacam ki cavabı tapa biləm. Gəlin elə buna aid bir dənə misal üzərində göstərim, başa salım. Vərəqimizi artıraq. Daha çox vərəqə ehtiyacımız lazım oldu. Aha, bu səfər tərsinə deyək. Deyək ki, sahə 36% azaldıldı. Bu səfər tərəfi soruşur. Tərsinə olacaq yəni. 36% azalma nədir? 100-dən 36 çıxırıq. Bunu öyrəndik artıq. O deyir 64%. Daha sonra 64%-i ədədə çevirməliyik. Ona görə 2 0 yəni 100-ə bölməliyik. Yəni 2 addım geri gələcək. 2 addım geri gələn görürsüz. 6-dan əvvəl heç nə yoxdur. Onda 0 yazırıq. 0,64. Daha sonra bu deməli tərəfimiz 0,8. Niyə? Çünki bu aldığımız ədəd a kvadratına bərabərdir. A kvadratı 0,64-dürsə, tərəfimiz də nəyin kvadratı 0,64 verər? 0,8-in kvadratı bunu verir. Ona görə 0,8-dir. Bunu da təzədən faizə çevirəcəyik. Eləyəcək 80%. 100-ə vururuq faizə çevirəndə. Və təkrardan 80% olmaz. 169-u tapdıq. 169-dan 100-ü çıxıb faizi tapmış olduq. Bu səfər 80 tapdığımız üçün, yəni 100-dən aşağı tapanda 100-dən çıxacaq ədədi. 100-dən böyük bir faiz alınanda ədəddən 100-ü çıxacaq. Yəni bu səfər 100-dən 80 çıxırıq. 20%. Deməli cavabımız 20% imiş. Daha sonra gəlin bunu bir dəfə də çevrəyə əsaslanaraq deyək, yəni çevrə üzərində göstərək. Məsələn, deyək çevrənin sahəsi 51% azaldı. Bizdən bu səfər radiusu soruşur. Yəni radiusun necə dəyişməsini.
Bu səfər yazırıq. Sahə deyir 51% azalır. Yəni azalma deməli 49%. 49% ədəd kimi göstərilir 0,49. Bizdə də çevrənin sahə düsturu pi r kvadratıdır. Pi r kvadratı bərabər olacaq 0,49-a. Gəlin bu pi-ni hələ ki yox kimi sayacağıq. Yəni necə yox kimi? Pi-ni düşünməyək. R kvadratı 0,49 olsun. Onda radiusumuz bərabər olacaq 0,7-yə. Daha sonra bu da eləyəcək 70%. 100-dən də 70-i çıxacam. Çünki 100-dən kiçik bir ədəddir. Cavab eləyəcək 30%. Faizi burada dibə yazdım. Çünki sığdıra bilmədim. Daha sonra gəlin biraz da maddə məhlul məsələlərinə baxaq. Maddə məhlula aid 3 dənə düstur deyəcəm. Deməli, birincisi maddə plus su verəcək məhlulu. Niyə? Bunun niyəsini də deməliyəm də. Baxın, məsəl üçün bir dənə su götürürük. Bir dənə də şəkər olsun, duz olsun və s. Biri sudur, biri də maddədir. Yəni duzlu, şəkərdir, hamısı bir maddədir da. Bunları bir-birinə töküb qarışdırırıq, yəni toplayırıq. Qarışdırandan sonra yeni bir şey alınır. Yəni nə su deyil, nə şəkər deyil. İkisinin qarışığıdır. Məhlul bu ikisinin qarışığına deyilir. Bu ikinci düstura keçirik. İkinci düsturda maddə böl məhlul vur 100. Bu iki düstur əksərən, yəni bu iki düstur çox lazımlı olur. Yəni faiz məsələlərində. Üçüncü düsturumuz. Düstur deməyək də qablaşdırma üsulu. Məsələn, birinci qab topla ikinci qab bərabərdir üçüncü qab. Bunlar nələrin qabıdır? Biri maddənin, biri suyun, biri məhlulun qablarıdır. Burada məsəl üçün verir ki, bu 10%'dir. Birinci qabdakı. 60 litrdə maddə var. Burada 30 litr maddə var, yəni su. Burada 40%'dir. Buranı verib x%, özü verib bunları, yəni özümdən yazmıram. Burada 90 litr məhlul alınıb. Bizdən bu x%'nin qiymətini soruşur. Biz bunu necə tapacağıq? Bir-bir hamısını vuracağıq. Yəni alt-alta nə görürsünüz? Hamısını bir-birinə vuracağıq. Onu vururuq 60'a. Düz altındadır. Onu vuracaq 60'a, verəcək 600. Topla. 40'ı vururam 30'a, 1200. 90'ı x'e vuranda götürüb 90 üstə gəl x falan yazmırıq. Vurduğumuz üçün 90x yazırıq. Bunların arasında zaten nöqtə var. O nöqtəyi yazmırıq sadəcə olaraq. Nöqtə vurma deməkdir. Biz sadəcə olaraq rəqəmlərdə onları yazırıq, amma rəqəmlə hərf arasında nöqtə, yəni qoya da bilərik əslində, amma biz qoymamağa daha üstünlük veririk. X-i də tapanda x bərabərdir. Baxın, belə bir şey öyrədəcəm sizə. X-i, yəni hər hansı bir rəqəmi soruşursa, onun yanındakılar düşür məxrəcə, yerdə nə qalırsa yazılır surətə. X-in yanında 90 var da. 90'ı yazırıq məxrəcə. Yerdə qalan nədir? 1200 ilə 600'ün cəmi. Bu da verir 1800. Yerdə qalanı da yazırıq surətə. Riyaziyyatda çox vaxt həmən bunu demirlər, yanındakı düşür məxrəcə, yerdə qalan yazılır surətə. Bunu fizikada, əgər fizika müəllimləriniz deyibsə, belə bir şey fizikada var. Yəni riyaziyyatda da səhv deyil, doğrudur. Sıfırlar gedir, bölürsən, cavab eləyir 20%. Bu qədər. Yəni mən faizə aid məsələlərin çoxunu başa saldım. Yəni ən çətinlərini daha doğrusu seçməyə çalışdım. Yəni çətin deməyək də, imtahana əksərən düşə biləcək suallardan seçdim. Belə başa saldım, öyrətdim. İnşallah siz də bəyənərsiniz. Mənim izahlarımdan özünüzə yəni bir şeylər əldə edə bilərsiniz. Ümid edirəm ki, nəsə başa düşmüş olasınız bu videonun axıra qədər əgər izləmisinizsə.
Gecəniz xeyrə qalsın.